Bismillahirrahmanirrahim və bihi nəstə'in və huvə xeyru nasirin və mu'in. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala seyyidina Muhammedin və alihi tahirin. Və lənətullahi ala i'daihim əcma'in ilə yevmiddin. Rabbi şrəhli sadri və yessir li əmri və hlul uqdətən min lisani yefqahu qavli. قال الحكيم في كتابه الكريم الله لا إله إلا هو الحي القيوم لا تأخذه سنة ولا نوم له ما في السماوات وما في الأرض من ذا الذي يشفع عنده إلا بإذنه إلى آخر الآية صدق الله العلي العظيم. İmam-ı Zaman aleyhisselamı salavatla yad eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bütün ölənlərimizi, mömin-i möminatı, şühədaları, xüsusən Kərbəla şəhidlərin salavatla yad edin. Allahümme salli ala Muhammed və ali Muhammed. Bugünkü söhbətimiz də elə şəhadətlə də, elmlə də, imamətlə də, nübüvvətlə də, hamısı ilə bağlı bir söhbətdir. Şəfaət bəhsidir. Şəfaət bəhsi. Quran-ı Kərimdə şəfaət haqqında kifayət qədər məlumat var, çox məlumat var. Onların hamısını əhatə eləmək çətindir. Müəyyən qədərini burada qeyd eləmişəm. Və şəfaət o məsələlərdəndir ki, üzərində cəncallı bəhslər olub. Biri sağa çəkir, biri sola çəkir. Bu qədəri dəqiqdir, qətidir, şübhəsizdir ki, müsəlmanların təriqətindən, məzhəbindən asılı olmayaraq hamısı qəbul eləyir ki, qiyamət günü Həzrəti Rasulullah sallallahu aleyhi və aleyhi şəfaət eləyəcək. Və o şəfaət eləməsə, cənnətə girmək mümkün olmayacaq. Bu barədə ümmət alimlərinin icması var. Yəni, alimlər müttəfiqdirlər bu barədə. Yekdil rəydədirlər ki, şəfaət qiyamət günü olacaq. O alimlərdən Əbu Mənsur Maturidi, Tacəddin Əbu Bəkr Kəlabazi, Şeyx Mufid, Şeyx Tusi, Əbu Həfs Nəsfi, Təftazani, Qazi Əyaz, Qazi Beyzavi, Fəttal Nişaburi, İbn Teymiyyə Hərrani, Nizaməddin Quşsi, Şə'rani Hənəfi, Allamə Məclisi və cənab Məhəmməd İbni Əbdülvəhhabı qeyd eləmək olar. Ki, bunlar hamısı qiyamət günü şəfaətin olacağını qəbul edirlər. Bəhs bunun üzərindədir ki, şəfaət nə əhatədə, nə genişlikdə, nə vüsətdədir. Hər kəs şəfaət edə bilər ya yox. Hər kəsə şəfaət eləmək olar ya yox. Yalnız diridən şəfaət istəmək olar ya ölü də şəfaət eləyə bilər. Əgər hə, niyə hə? Əgər yox, niyə yox? Və bu misil bəhslər, bu bəhsləri araşdırmaq üçün cürbəcür bucaqlardan daxil olmaq olar bəhsə. Hardan girişin bu bəhsə? Müxtəlif tərəflərdən, prizmalardan baxmaq olar, kontekstlərdən baxmaq olar. Biz Quran ayələrinin elə çalın-çarpaz ayələri götürürük, baxırıq görək burada nə çıxır ortalığa? O ki deyir şəfaət məhduddur bura qədər, nəyə əsasən deyir? O ki deyir şəfaət qeyri-məhduddur,
filan yerə qədərdir, nəyə əsasən deyir? Onu inşallah Quran ayələrini araşdıraq, bir dənə salavat zikr eləyək. Quranda şəfaətin barəsində gələn ayələrdən biri Bəqərə surəsi 254-cü ayədir. Bu ayədə Allah Teala buyurur. 255-ci ayədə də var, amma əsas, yəni bayaq oxuduğum ayə ki, ayətəl kürsüdür, çoxumuz əzbər bilirsiniz, orada da işarə var, inşallah qeyd eləyəcək. Amma 254-də bir ayə var, buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu, ey iman gətirənlər, ənfiqu mimmə rəzəqnəkum. Burada bir əxlaqi nöqtə də var bu ayələrin sırasında. Mən ki, bu ayələri tamam oxuyuram. Məqsədim budur ki, həm də o əxlaqi tərəfləri də bizə təsir eləsin, muizə tərəfləri. Allah ki, sizə nemət verir, biz ki, sizə ruzi veririk, onlardan biraz xərcləyin Allah yolunda. Min qabli ən yətiyə yəvmun. O gün gəlməmişdən qabaq ki, xərcləyin Allahın sizə verdiklərindən o gün gəlməmişdən qabaq ki, la bəy'un fih, orada da alver, ticarət, aeroport, tarqovlu falan yoxdur. Və la xullətun, dostluq yoxdur. Yoxdur dostluq. 80 il səndən duz sörək kəsən, qiyamət günü görür vəziyyət çətindir, deyir ki, ilahi, o bir dəfə mənə dalımda danışmışdı. Əməllərim ver mənə. Ayə, nə mərdlik, kişilik harada qaldı? Nə mərdlik, nə kişilik? Əldən gedirəm, mən, cəhənnəm gəlir. Dünyada eləyəydin mərdlikdən, kişilikdən. Burada da suda boğulan nədən yapışar? Zaman çöpümündən. Allah Allahlığı ilə buyurur ki, ölü adamın ətin yemək haramdır, ölü adam nəcisdir. Amma gedimsən, düşmüsən bir dənə səhraya, axır nəfəslərindir. İndi bitdi ki, ağzı və ət dəyməsə, vəssalam. Bir nəfər də ölüb, leşdi, çürüyüb, qurd basıb. İndiki halda heç kəsin tamah çəkməz. Kimin tamah çəkər? Amma orada tamah söhbəti yoxdur, ölümdirim söhbəti var. Bitdi ki, ye. Günah da eləməmsən. Quranda buyurur ki, la bəy'un fih. Alver yox, çıxardı bilirsən ki, bu tərəfə gəl, sən cibə bez basın, mən aparma cəhənnə, belə söhbət yoxdur. Və la xullətun, dostluq yoxdur. Və la şəfaətun, şəfaət yoxdur. Şəfaət yəni, gəlib deyirsən ki, xahiş edilən, bunu da məndən məsələn apar cənnətə. Vasitəçilik. Vəl kafirunə humuz zalimun, orada kafirlər bilirlər ki, biz zülm eləyənlər imiş. Bu ayə. Ayəyə baxanda görürsən ki, ayə deyir ki, qiyamət günü şəfaət adlı şey yoxdur. Və la şəfaətun, şəfaət yoxdur orada. Bəs bu alimlər hardan çıxardıb deyirlər, şəfaət var. İnşallah sonraki ayələrdə oxuyacaq. Amma bu ayədən 2 dənə nöqtə, incəlik çıxır, onu istəyirəm, çatdıram. Bu ki buyurur, və la şəfaətun, sonraki ayə ki, Bəqərə 255-ci ayədə buyurur ki, mən zəlləzi yeşfə'u indəhu illa biiznih. Kimdir Allah yanında vasitəçilik eləyə, şəfaət eləyə, əgər Allahın izni olmasa. Deməli, Allahın izni olsa, vasitəçilik eləmək olar. Deməli, burada ki, Allah öz icazəsini şərt elədi, dedi ki, Allahın icazəsi şərtdir. Deməli, buradakı deyir, şəfaət yoxdur, məqsəd şərtsiz şəfaətdir. İcazəsiz şəfaətdən söhbət gedir. Allah buyurur ki, o yoxdur. Mənim icazəm olmasa, heç kəsdən dostluq eləyə bilməz, vasitəsiz eləyib cənnət adam apara bilməz, ya bağışlatdıra bilməz. Bu bir məsələ, Allahın icazəsi olmadan şəfaət baş verməyəcək qiyamət günü. İkinci məsələ ortalığa çıxır ki, şəfaətdə ləyaqət söhbəti var. Adamın ləyaqəti olmalıdır. Hər kəs şəfaət oluna bilməz. İndiki o biri ayələr deyir, şəfaət var icazə ilə. Mənası budur ki, hər kəs şəfaət eləyə bilməz. Ləyaqəti olmayan adama Peyğəmbər də, əvvəla Peyğəmbər şəfaət eləməz. Eləsə də xeyri yoxdur. Oxuyacaq indi başqa ayələr. Digər bir ayə
elə Bəqərə surəsinin 47-48-ci ayələrindədir. Bu da şəfaət haqqındadır. Burada biraz fərqli yanaşma var. Təxminən eyni istiqamətdədir, amma biraz başqa qövmə ayətdir. Allah Teala bu ayələrdə buyurur ki, Bəni İsrailə buyurur, İsrail övladlarına, Yəhud qovminə. Buyurur ki, ya Bəni İsrail, ay İsrail övladları, İsrail Yəqub Peyğəmbərin ləqəblərindən idi. Yəhudi qövmü də Yəqub Peyğəmbərin oğlu Yahuda idi oğlanlarından biri, onun nəslindəndir. Ey Yəhudilər, uzkuru ni'mətiyəlləti ən'amtu aleykum. Yadınıza salın ki, mən sizə nə boyda nemət verdim. Xatırlayın. Və ənni fəddaltukum aləl aləmin. Mən sizi bütün aləmlərə fəzilətli etdim. Yəhud qövmünün yüksək səviyyəli istedadı olub. Minlərlə Peyğəmbər Allah göndərib onlara. Minlərlə. Ardıca buyurur, indi ki bunları yadda salın. Yadda salmasaq nə olar? وَاتَّقُوا يَوْمًا Qorxun o gündən ki, bu söhbət burada təkcə Yahudilərdən getmir. Allah kimə nemət verib, o da onun içindədir. Və ayənin davamı da hamımıza aiddir. وَاتَّقُوا يَوْمًا Qorxun o gündən لَا تَجْزِي نَفْسٌ عَنْ نَفْسٍ شَيْئًا Heç kəsdən bir şeyi uzaqlaşdıra bilməyəcək. Və la yuqbalu minha şəfaatun. Heç kəsdən şəfaat qəbul olunmayacaq. Və la yuxazu minha adlun. Heç kəs deyə bilməz ki, məni yandırın onun əvəzinə. Olmayacaq. Və la hum yunsarun. Onlara kömək olunmayacaq. Yenə də şəfaati Allah inkar eləyir. Amma bayaq ayət-i kürsüdə dedi ki, icazəm olsa şəfaat olar. Burada məqsəd, o vaxt ki, Yahudilərin etiqadı var idi şəfaat barəsində, onu batil edir. Onlar deyirdilər ki, qiyamət günü heç bir qeyd şərt olmadan kim istəsə cənnət apara bilər. Allah buyurur, yox, elə şey yox. Sən bu dünyada kefivi çək, sonra dinən elə orada da pullular kef eləyəcək, belə şey yoxdur. Qoy sataşımda bir dənə. Ey varrı, güman etmə pulun varsa bəsindir. Məhşərdə xuda satmayacaq cənnəti puluna. Bundan arxayın olmaq lazımdır. Allah da buyurur ki, ey Yahud qovmi, siz ki deyirsiniz qiyamətdə kim istəsə cənnət apara bilər, şərtsiz, qeydsiz, icazəsiz, elə şey yoxdur. Mən Allah'a belə şey yaratmamışam. Bu da 2-ci ayə. 3-cü ayə Quran-ı Kərimin Müddəssir surəsindədir. 46 və 48-ci ayələrdə. Buyurur, və kunna nukəzzibu biyevmiddin. Buyurur ki, mələklər deməli, cənnətdə kef eləyən o möminlər ki var, əshab-ı yəmin ki var, soruşurlar günahkarlardan. Məlum o ki, cənnətdəkilər cəhənnəmdəkiləri görürlər. Soruşurlar ki, ma sələkəkum fi səqər. Balam, sizi nə atdı cəhənnəmə? Qalu ləm nəku minəl musallin. Dedilər, biz namaz qılanlardan olmadıq. Və ləm nəku nut'imul miskin. Əlsiz ayaqsızlara təam vermədik. Və kunna nəxudu mə'əl xaidin. O ləhv-ı ləəbdən məst olanlarla bir yerdə məst idik. Xəbərsiz idik. Və kunna nukəzzibu biyevmiddin. Qiyamət gününü inkar edirdik. Kim gəlib oradan deyirdik? Hətta ətanəl yəqin. Ta o vaxta qədər ki, bizə yəqin gəldi, yəni öldük. Ölən kimi insanın yəqinliyi hasıl olur da. Bilirsən ki, ayda düzüymüş ha. Fayat ona, mən vaxtda deyirdim ki, oradan kim gəlib. Yasin surəsində bir dənə ayə var. Adamın biraz beyni azad olsa bu dünya-vı mafihadən adam şoka düşər. Qalu ya veylana. Deyəcəklər, vay dədə vay. Bizim dildə də. Mən bə'səna min mərqədina. Kim qaldırdı bizi qəbirdən? Haza ma vədər rəhman və sədəqəl mürsəlun. Bu Allah vədə verən şeydir ya. Gəldi çıxdı. Peyğəmbərlər akaz vəsi düz deyirmişdi. Allah o gündən bizi qorusun. Ölənə qədər biz belə yaşadıq. Ona görə düşdük cəhənnəmə. Allah ardıca buyurur. Fəma tənfəuhum şəfaətuş şafi'in.
şəfaət eləyənlərin şəfaəti onlara xeyir verməyəcək. Onlar ki, qiyaməti inkar eləyiblər, namaz qılan olmayıblar. Burada təhlükəli bir məqam var, ha. Biz ki, namaz qılırıq, hələ məlum deyil namaz qılanlardan ya yox. Ümidsiz olmaq lazım deyil, namaz yəni məlum deyil, o demək deyil ki, namaz qılanlardan deyilik. Diqqət edin, xahiş edirəm. Bəzən biz bəzi şeylər deyirik, görürsən ki, cəmaat deyir ki, buna danışdı, evimiz yıxıldı ki. Biz ki, deyirik, ayəyə əsasən hələ məlum deyil, biz namaz qılanlardanıq ya yox, 50-50-yədir, heç kəs demir ki, namaz qılanlardan deyilik. Amma ayə buyurur ki, vələm qalu ləm nəku minəl musəllin. Demir biz namaz qılmadıq. Deyir biz namaz qılanlardan olmadıq. Bəzən mümkündür insan namaz qılsın, amma namaz qılanlardan olmasın. İnşallah bir dəfə izah edərim. Buyurur ki, fəma tənfəuhum şəfaətü şafiin. Belələrinə şəfaət edənlərin şəfaəti çatmayacaq. Diqqət edirsiniz nə deyir? Şəfaət edənlərin, məlumdur şəfaət eləyənlər orada var. Şəfaət edənlərin şəfaəti xeyir verməyəcək. Fayda verməyəcək. Buradan da bu çıxır ki, qiyamət günündə şəfaət edən var. Amma bu şəfaətin kafirlərə xeyri yoxdur. Cəhənnəm əhli ki, qiyaməti inkar eləyən kafir olur. Dinin zəruriyyatını inkar eləyən, məadı inkar eləyən kafir olur. Bu adam ki, məadı inkar eləyib kafir olub, ona biri, məsələn, fərz eləyəsə ki, biri gəlib şəfaət də eləsə xeyri yoxdur. Və bir də şəfaət kimə aiddir? Möminlərə. Çünki kafirlərə şəfaətin faydası yoxdur. Quran deyir. Fəma tənfəuhum şəfaətü şafiin. Bu da bir ayə. Yunus surəsinin 18-ci ayəsi. Quran-ı Kərimdə buyurur ki, وَيَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ. Allahdan başqa bəzi şeylər tapıb ibadət eləyirlər ki, onlar nə o həmin o ibadət eləyənlərə fayda verir, nə ziyan verir. Nə ziyan verir, nə fayda verir. Və yəqulun, özdə utanmaz deyirlər. Haulâ işfa'auna indəllah. Bunlar Allah yanında bizim vasitəsilərimizdir. Qul, ya Peyğəmbər de onlara. Ətunəbbiunəllah. Allah Taala'nın da qəşəng atmaca sözləri var, ha. Ətunəbbiunəllah bimə la ya'lamu fis-semavati və la fil-ard. Allahın göydə və yerdə bilmədiyi şey öyrədirsiniz. Mən ki Allahım göyə yer bilirəm, belə şey bilmirəm. Siz hardan bilirsiniz? Harada var ki, bütlər gəlib sizin vasitəsi olacaqlar? Subhanahu və Teala amma yüşrikun. Onların bu şirkindən Allah ucadır, pakdır. Bəli, buradan yenə çıxır ki, əgər doğrudan şəfaət məsələsi var, onda belə çıxır ki, Allah Teala burada inkar edir, özdə müşrik deyir belələrinə. Deyir ki, Allahdan başqasına ibadət edirlər və onları şəfi qərar verirlər özləri üçün. Və qəşəng də səslənir. Niyə siz gedib vasitəsi tapırsınız özünüz üçün, onları Allahın huzurunda şəfaatçı qərar verirsiniz? Amma biz Quran-ı Kərimin dilindən danışırıq. Bizim bəhslərimizin adı budur. Bu bütlərdən ki Allah Teala danışır. İki şey burada nəzərə gəlir. Birincisi, Allah Teala ayəni necə başlayır? Diqqət elədiniz, məna elədim. Və ya'budun və ibadət edirlər. O adamlar ki Allahdan başqasını şəfaətçi bilirdilər, Allah onları müşrik sayır. Onlar o bütlərə ibadət edirdilər. Allah kimi hesab eləyib ibadət edirdilər. Bu bir. İkincisi, Allah Teala buyurur ki, Qul ətunəbbiunallaha bima la ya'lamu fis-semavati və la fil-ard. Mən Allaham, mən belə şey bilmirəm, yaratmamışam. Kim sizə deyib ki, bunlar mənim yanımda sizə şəfaatçı olacaqlar? Demirsiniz, mənim yanımda şəfaat edəcəklər. Mən belə şey yaratmamışam. Hardan bilirsiniz? Deməli, yenə də şəfaət nəfi olunmur burada. Məqsəd, o şəfaət edənlərdən gedir ki, bir, insanlar ona ibadət edirlər, iki, onları Allah şəfaətçi qərar
verməyib. Bir də Zümər surəsində bir ayə var, 44-cü ayədə. Əuzubillahimineşşeytanirracim. Qul lillahi'ş-şəfaatu cəmi'a. De, ey Peyğəmbər, şəfaət bütöv Allahındır. Heç kəsin haqqı yoxdur şəfaət eləməyə. Diqqət edin, deməli şəfaət var. Qul lillahi'ş-şəfaatu cəmi'a. Şəfaət yerli dibli Allahındır. Ləhu mulkus səmavati vəl-ərd. Göylərin və yerin məmləkəti, malikiyyəti Allaha məxsusdur. Sümmə iləyhi turcaun. Sonra da onun müqəddəs huzuruna qayıdacaqsınız. Hayana qaçırsız qaçın. La yumkinul firar min hukumətik. Allahın hakimiyyətindən qaçmaq olmur. Vay bizlərə ki, Allahın hakimiyyətində günah eləyirik. Gəmidə oturmuşuq, gəmisindən dava eləyirik. Allaha aiddir şəfaət hamısı. Yenə də adam elə gəlir ki, deməli Allahdan başqası şəfaət eləyə bilməz. Bir dənə nöqtə var burada. Buyur ki, Ləhu mulkus səmavati vəl-ərd. Göylərin və yerin sahibi odur. Yəni, mən Allah ki buyururam, şəfaət mənə məxsusdur. Bunun mənası budur ki, mən qoymasam heç kəs şəfaət edə bilməz. Yəni, həkimə gedirsən reseptsin, o da mənə məxsusdur. Yəni, birindən su alırsan içməyə, o da mənə məxsusdur. Yəni, yağışdan bərəkət gözləyirsən, o da mənə məxsusdur. Təkdə şəfaət yox. Ləhu mulkus səmavat vəl-ərd. Hamısı mənə məxsusdur. Mən desəm şəfaət eləyin, eləyə bilər. Deməsəm eləyə bilməz. Yəni, heç kəs özündən fikirləşməsin ki, bəli, elə bir bəndə, məxluq tapıla bilər, Allah icazə versə də, verməsə də, əliyyazı billah, məni cənnət apara bilər. Belə şey mümkündür. Qeyri-mümkündür. Və elə buna görə biz dinimizi, diqqət eləyin, xahiş edirəm, son dərəcə dəqiq bilməliyik. Çünki o şeyləri ki, bilmirik, yalandan Allahın adına yazıb əməl edirik, adın qoyuruq, məsələn, namaz, oruc, həd, cihad və s. və ilaxır. Bunların heç biri Allah yanında keçərli olmayacaq. O ki, deyirlər, əşi Allah qəbul eləyər, Allah bilir də mən nə bacarıram. Nə bacarırsan da öyle, bacardığından azdır. Sən bacara bilərsən, araşdırasan, tapasan, haqqını haqdan ayırasan. Sən tamam bacarığını sərf elədin, bu nəticəyə gəldin, hə onda nə eləsin Allah Taala indi bağışlayar da səni. Amma sən heç nə öyrənmədən bunu eləsin, Allah Taala bağışlamaz. Yenə Yunus surəsi 3-cü ayədə şəfaət haqqında ayə var. Buyurur ki: Ələ lillahid-dinul xalis. Xalis din Allaha məxsusdur. Yəni dininizi sırf Allah xatirinə eləyin. Onun içində pul, para, şöhrət, mən, sən, o olmasın, heç zad olmasın. Sırf xalis Allah üçün yaşayın. وَالَّذ۪ينَ اتَّخَذُوا مِنْ دُونِهِ اَوْلِيَاءَ. O adamlar ki Allah'tan başqalarını özlərinə dost seçiblər, özdə belə iddia edirlər ki, مَا نَعْبُدُهُمْ إِلَّا لِيَقَرِّبُونَا إِلَى اللّٰهِ زُلْفَى. Özdə belə deyirlər ki, ilahi biz ona görə bunlara ibadət edirik ki, bizi Allaha yaxınlaşdırsın. İnnəllaha yahkumu beynəhum fīmâhum fīhi yaxtelifun. Allah onlar arasında haqq hesab eləyəcək inşallah. İnnəllaha la yəhdi mən huvə kâzibun kaffar. Allah yalancı, çox nankör adamları düz yola çəkməz və müvəffəq eləməz. Yenə də şəfaət söhbəti gəldi ortalığa. Deyir o adamlar ki, bəzilərini seçirlər, deyirlər ki, bunlar bizim övliyalarımızdır, biz bunlara ona görə ibadət edirik ki, bunlar bizi Allaha yaxınlaşdırır. Yenə diqqət elədiniz, ibadət edirik ki. Bəli, hər kəs bir nəfərə ibadət edə və onu Allah yanında özünə vasitəsi qərar verə və bu əqidədə ola ki, Allah da bunu qərar verib, o adam müşrikdir. Səbə surəsi 23-cü ayə. Burada Allah Taala tamamilə demək olar ki, insan üçün açıqlayır ki, mən bu şəfaət deyəndə nəyi nəzərdə tuturam? 23-cü ayə buyurur ki, Allah Taala وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهِ إِلَّا لِمَنْ أَذِنَ لَهُ. Açıq aşkar. Allah kimə icazə verib,
ona şəfaət fayda verəcək Allah yanında. Vəssalam. Və la tənfə'uş şəfaətu. Şəfaət mənfəət verməyəcək indəhu. Allahın huzurunda illə limən əzinələh. Allahın icazə verdiklərindən başqa. Ancaq onların şəfaəti mənfəət verəcək, fayda verəcək. Burada bir dənə əxlaqi nöqtə var, bir dənə etiqadi nöqtə. Etiqadi nöqtə budur ki, bəli, o adamlar şəfaət eləyə biləcəklər ki, Allah Teala onlara icazə verib. Əxlaqi nöqtə isə bizə bir dənə notadır, ayıq oldu, bir dənə xəbərdarlıqdır, ultimatumdur. Elə bilməyin, şəfaət deyib gəlib qiyamətdə kef eləyəcəksiniz. Kimə icazə versəm, ona fayda verəcək şəfaət. Bəlkə sən çox sevinirsən, şəfaət eləyəcəklər qiyamət günü mənə. Mən Allah səni bəyənməsəm, şəfaətin sənə xeyir olmayacaq. Bunları ki, qeyd edədik, məlum oldu ki, Allah Teala şəfaəti şərtli surətdə başqaları üçün icazə verir. Bundan sonra bir neçə sual əmələ gəlir. Birinci sual bundan ibarətdir. Görəsən, insan elə bir dənə Allah Teala'nın yanında Allah'a qulaq assın, dinin, imanın Allah üçün yaşasın, namaz qılsın, oruç tutsun, ibadət eləsin. Bu kifayət eləyir insanın qiyamət günüyə, kifayət eləmir. Əməl tək başına insana nicat verə bilər, ya yox. Axı, biz Kəhf surəsinin 88-ci ayəsində oxuyuruq ki, əsas əməldir. Buyurur ki, وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا hər kəs iman gətirirsə, salih əməl eləsə, فَلَهُ جَزَاءً الْحُسْنَى onun üçündür gözəl mükafat. Ancaq salih əməl eləyənlər üçün. Onda belə çıxır ki, qiyamət günü ancaq salih əməl eləyənlər nicat tapacaqlar və salih əməl kim eləsə kifayətdir, da başqa şeyə ehtiyac yoxdur. Amma burada cavab çıxır ortalığa, xeyr, belə rahatlıqla cənnətə yetmək mümkün deyil. Quran-ı Kərim bunu qəbul eləmir. Quran-ı Kərimin Allah Teala Nəhl surəsində bir ayə buyurur. Nəhl surəsinin 61-ci ayəsi. Buyurur ki, وَلَوْ يُؤَخِذُ اللّٰهُ النَّاسَ بِظُلْمِهِمْ əgər mən Allah sizin əməllərinizlə rəftar eləsəydim, sizin haqsızlıqlarınızla rəftar eləsəydim, مَا تَرَكَ عَلَيْهَا مِنْ دَابَّةٍ yer üzündə bir dənə canını qoymazdım qalsın. O qədər ki, siz zülm edirsiniz, xırdalı böyülü. وَلَكِنْ يُؤَخِّرُهُمْ إِلَى أَجَلٍ مُسَمَّى saxlayıram qiyamətə. فَإِذَا جَاءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةً وَلَا يَسْتَقْدِمُونَ əcəl gələn kimi həm ölüm əcəli, həm də ki, haqq hesab əcəli. Bir saniyə o yan bu yan olmayacaq. Məlum olur ki, tək əməl kifayət eləmir. Allahın rəhməti burada əsas mövqeylərdən birini tutur. Fatir surəsinin 45-ci ayəsində də buna bənzər bir dənə ayə var. Buyurur ki, وَلَوْ يَأْخِذُ اللّٰهُ النَّاسَ بِمَا كَسَبُوا sizin qazandıqlarınızdan Allah sizinlə rəftar eləsəydi, مَا تَرَكَ عَلَى ظَهْرِهَا مِنْ دَابَّةٍ yer üzündə bir nəfər qalmazdı, bir dənə canlı qalmazdı. وَلَكِنْ يُؤَخِّرُهُمْ إِلَى أَجَلٍ مُسَمَّى saxlayıram müəyyən vaxtda. فَإِذَا جَاءَ أَجَلُهُمْ əcəl gələn kimi فَإِنَّ اللّٰهَ كَانَ بِعِبَادِهِ بَصِيرًا Allah öz bəndələrin yaxşı görür, kim harda, nə eləyib, nə fikirləşib, nə oyun çıxardıb. Bu məsələ, bunu qeyd edeyim burada. Quran-ı Kərimin Ələq surəsində bir ayə var. Allah Teala elə bir küsür insanlardan bir növ. Niyə mənə hörmətsizlik edirsiniz? Ələm yələm biyənnəllaha yara. Görmürsünüz, mən sizi görürəm. Mən baxa-baxa günah edirsiniz, utanmırsınız. Xəcalət çəkmirsiniz. Heç kəs yoxdur, mən varam, mən yoxam ki, mənim yanımda günah edirsiniz, başqaları görəndə günah eləmirsiniz. Burada da buyurur ki, Allah Teala qiyamət günü haqq hesab, Allah rəhməsin, ayətullah buruc yerdağıya, deyirlər ki, o ölümün az qalmış can verən hallarında ki, Allah o vaxtda bizim hamımızı, ağamız Əli ibn Əbi Talibi dadımıza satdırsın inşallah. Biri gəldi, dedi ki, ağa, sən də bu alimlərin də fəsadı, afəti, bəlası bu təriflərdir də, bu tərifləyənlər. Dedi ki, ağa da, sən niyə əzab çəkirsən, sən niyə həyəcanlanırsan, sən niyə qorxursan Allahdan, sənin
tələbələrin, sənin elmi yaradıcılığın, sənin kitabların, sən neçə illərdir mərzəyi təqlidsən, nə qədər xeyriyyə işlərə görmüsən, məscid tikmisən, mədrəsə tikmisən, qum elmi hövzəsinin rəisliyi eləmisən. Deyir, ağa başını saldı aşağı. Birazdan sonra qaldırdı, başını dedi ki, hədis var, əməllərinizi xalis eləyin. Haqq hesab aparan dəqiqdən də dəqiqdir. Zərrəbindir. Misqalla iş görür. Əməllərinizi xalis eləyin. Yəni, o məqamda çox çətindir. Allah Teala buyurur ki, İnnəllaha kana bi'ibadihi bəsirə. Allah öz bəndələrinə çox bəsirəti var. Çox gözəl tanıyır bəndələrin, bilir nə iş görəndilər. Bu ayədə kifayət edən, bu ayədən də çıxır ki, deməli bizim əməllərimiz tək başına bizim xoşbəxtliyimiz üçün, aqibətimizin xeyir olması üçün kifayət eləmir. Qafir surəsində belə bir ayə var. Qafir surəsinin 7-ci ayəsində buyurur ki, Əl-ləzīnə yəhmilûnəl arşə və mən havləhu yusabbihûnə bihamdi rabbihim və yu'minûnə bihi. Burada bir dənə ümid verici ayə deyəydim. Allahın ərşini daşıyanlar, o ərşi daşıyanlar da başı bəlalı ayələrdəndir ya. Kimlərsə iddia edirlər ki, Allahın ərşi var, Allah'a götürür mələklər çiyinlə daşıyır o tərəf-tərəfə. Və mən havləhu və ərşin ətrafındakını daşıyanlar yusabbihûnə bihamdi rabbihim. Allah Taala'nı hər şeydən pak bilirlər, ona şükür eləyirlər. Və yu'minûnə bihi. Allah'a mömindirlər. Və yəstəğfirûnə lilləzīnə āmanū. Möminlər üçün tövbə eləyirlər mələklər. Allahdan xahiş edirlər ki, ilahi, bu möminləri bağışla, günahların bağışla. Oturmuşuq burada, onlar bizim tövbə eləyirlər. Çox istəyirlər bizi. Rabbana vasi'te kulli şeyin rəhmətən və ilma. Deyirlər, ilahi, sən öz rəhmətindən və elmindən hər şeyi əhatə eləmisən. Sənin rəhmətin və elmin daxilində olmayan heç nə yoxdur. Fəğfir lilləzīnə tabu. Tövbə eləyənləri bağışla. Və təbə'u səbilək. Və sənin yolu davam eləyənləri bağışla. Və qihim əzabəl cəhim. Bunları cəhənnəm odundan qoru. Nə dedi burada? Rabbana vasi'te kulli şeyin rəhmətən və ilmə. Allah, sən öz rəhmətinlə hər yeri əhatə eləmisən. Allahın rəhməti. Əməl tək başına kifayət deyil. Allahın rəhməti də rol oynayır və ən mühüm rol oynayır. Ən'am surəsinin 147-ci ayəsində Allah Teala yenə bu baxımdan bir dənə ayə buyurur. Buyurur ki, فَاِنْ كَذَّبُوكَ فَقُرْ رَبُّكُمْ ذُو رَحْمَةٍ وَاسِعَةٍ. Səni inkar eləyəndə denən ki, sizin Rəbbiniz ki var, mən sizi bilirsiniz kimə tərəf çağırıram. Bilirsiniz hansı Allah Taala'ya tərəf sizi səsləyirəm. Geniş rəhməti var. O qədər mehribandır. وَلَا يُرَدُّ بَأْسُهُ عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ. Amma bunu da yadda saxlayın ki, onun günahkarlardan pisliyi qayıtmaz. Zu rəhmətin vasi'ah. Allahın geniş rəhməti var, geniş mehribançılığı var. Allah işarə vurur ki, elə bilməyin ha, siz namaz qıldınız, oruç tutdunuz, ibadət elədiniz və əssalam, daha işimiz yaxşıdır. İmam Sadiq əleyhissalam buyurur, bir nəfər fasiq ilə bir nəfər mömin girir məscidə, mömin çıxır fasiq halda, fasiq çıxır mömin halda. Deyirlər, ağa, necə olur? Deyir, məsələn, mömin girir məscidə, namazını qılır, təqibatını oxuyur, elhamdülillah. Möminəm, namaz qılıram, oruç tuturam, ibadət edirəm, ibadət əhliyəm. O deyir, çöldə zalım uşaq, kafir gəzirlər, din yox, iman yox, əxlaqsızlar, filanlar, bəs məkanlar. Elə loğa çıxır gedir evinə. Amma bir dənə fasıq girir məscidə, ay Allah, nə ayaqla girin məscidə, nə zülümlər eləmişəm, nə günahlar eləmişəm, bağışla məni, qurban olun, çıxanda mömin çıxır. Əməl tək başına kifayət deyil və əməllərdən biri də, diqqət edin buna xahiş edirəm, əməllərdən biri də budur ki, adam əməllərin tək başına kifayət bilməyə. Egoizm haramdır da, ucbu haramdır, xudbinlik haramdır, o da əməldir, qəlbin günahlarındandır. Məlum oldu ki, əməl tək başına kifayət eləmir, Allahın rəhməti əsasdır. Sual, ümumiyyətlə,
insanların, kainatın yaranmasında əsas mehvər nədir? Buna diqqət edin, xahiş edirəm. Əsas mehvər, yəni belə deyək də, məsələn, bir maşın görürsən istehsal olunur, o maşının sisteminə baxırsan, sürətinə baxırsan, deyirlər ki, bu maşın sportivnidir. Yəni nə? Nə demək istəyirlər bundan? Yəni bunun əsas işi nədir? Sürət. Bu gedən maşındır. Bir maşın buraxırlar, görürsən ki, deyir ki, bu yük maşınıdır. Bunda filan qədər atın gücü var, amma yük daşımaq üçün, güc üçün. Bunda da filan qədər atın gücü var, amma sürət üçün. Yəni, əsl bunun yaradılışında nədir? Əsl, əsas məqsəd. Xilqətdə əsas məqsəd nədir? Allah ki, insanları yaradıb, əsas nədir? Əsas əzab verməkdir, ya bağışlamaqdır? Əsas budur ki, insan xoşbəxt olsun, ya bədbəxt olsun. Əsas insanlığın səadətə çatmasıdır, ya şəqavətə çatması. Desək ki, əstəğfurullah, əsas şəqavətə çatmasıdır, onda belə çıxır ki, Allah Taala ki, bizim bütün şüunatımızı yaradıb, bizi bütöv şəkildə, ruhumuzu, cismimizi, ahirətimizi, dünyamızı, varlığımızı Allah yaradıb, kainat sözün, kainatın içini çalatın, kainata aid nə var, kainat qarışıq. Hamısını Allah yaradıb, belə çıxır ki, şəxsi qərəzliyi varmış yaratdığı ilə. Niyə? Yaradım qoy bunu yandırım, yansın cəhənnəmdə. Niyə ilahi? Öz istehsalığı niyə məhv eləmək istəyirsən? Allah buyurur, belə şey yoxdur. Mən sizi xoşbəxtlik üçün yaratmışam. Mən sizi paçlıq üçün yaratmışam. Rəhmət üçün yaratmışam. İndi ki belədir, deməli kainatın yaranmasında əsas nədir? Səadət, rəhmət, xoşbəxtlik. Niyə dedik bunu? Bunu deməyin məqsədi budur ki, bəziləri ki iddia eləyirlər, yox belə deyil, onlara biz deyirik ki, qardaş, əsas məqsəd ki rəhmətdir, sən demə ki şəfaət niyə olsun? Allah nə vasitə bilir, atıb insanın üstündə bir təhər insanı xoşbəxt eləsin. Şəfaət də olacaq, tövbə də olacaq. Çox şey olacaq, təvəssül də olacaq, təbərrük də olacaq. İmam Hüseyni ağlamaq da olacaq, hər şey olacaq. Niyə? Bəhanə lazımdır cənnətə etməyə. Allahın bizdən şəxsi qərəzliyi yoxdur ki. Başqa bir sual yaranır. Şəfaət ki, İslam dinində deyilib nədən ibarətdir? Görəsən, ümumiyyətlə bütün vasitəsiliyə şəfaət deyilir. Şəfaətin əsəri, təsiri, nəticəsi nədir? Əvvəla deyək ki, şəfaətin, alimlərin fikrincə, əsas qayələrindən biri günahların məhv olmasıdır. Əsas qayələrindən biri günahların məhvidir. Niyə əsasən deyirik bunu? Baxın, İslam dini gələndə Yahudilər, bütpərəstlər şəfaəti qəbul edirdilər. Muhammed Ali Muhammedə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali. İnşallah ki, onların şəfaəti bizim halımıza çox böyük arzumuz, ümidimizdir. Nəsib olar inşallah. Muhammed Ali Muhammedə salavat zikr eləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed. İslamdan qabaqçı din sahibləri, bütpərəstlər, qeyri-bütpərəstlər qəbul edirdilər şəfaəti. Bəs İslam dini o şəfaətin nəyini qəbul eləmirdi? İslam dini o şəfaətin şərtsiz, qeydsiz, Allahın icazəsi olmadan olmasını qəbul eləmirdi. Sübutumuz nədir buna? Sübutumuz budur ki, Quran-ı Kərimin Bəqərə surəsinin 255-ci ayəsində buyurur, bayaq dediyim kimi, Mən zəlləzi yeşfə'u indəhu illa biiznih. Kimdir ki, Allah Taala'nın icazəsi olmadan şəfaət eləsin qiyamət günü ki, siz deyirsiniz, bizim şəfaətçilərimiz var. Kimdir Allah icazə vermədən şəfaət eləsin? Siz ki deyirsiniz, mən Allahın huzurunda sizə şəfaət verən var, ona görə də qorxmursunuz məndən. Kimdir o? Mən icazə verməyəm, şəfaət eləsin. Gəlin mən desin, xahiş edirəm, bu cənnət aparım bunu. Yoxdur belə bir adam. Deməli, məqsəd bu oldu ki, kafirlərin, bütpərəstlərin qəbul etdiyi şəfaət şərtsiz şəfaət idi, qeydsiz şəfaət idi. Ona görə də Allah Teala buyurur ki, siz ki, bütpərəstlər, ya Yahudilər, ya Məsihlər deyirsiniz ki, Allah yanında bizim vasitəsilərimiz var, belə deyil. Mən icazə verməsəm, sizə şəfaət verə bilməz. Ki, bir ayəsində dedim, Bəqərə 255, inşallah gələn bəhslərdə o bir ayəsində deyərəm. Bir dənə başqa məsələ çıxır ortalığa.
şəfaət ümumidir ya yox? Yəni şəfaət bütün mömin günahkarlara aiddir ya yox? Ya xüsusi tayfa var? Bir neçə şərt var burada. Birincisi, yadda saxlamaq lazımdır ki, şəfaət icazə verilən şəxslər tərəfindən olacaq və icazə verilən şəxslərə. İndi o icazə verilən şəxslər tərəfindən olacaq, onun ayəsin ümumi dedik, mən zəlləzi yeşfə'u indəhu illa biiznih, Allahın icazəsi olmadan kim şəfaət verə bilər? Yəni Allah kimə icazə versə, o şəfaət verəcək. Kimə şəfaət olunmaq icazə var? O bəhs uzun çəkər qalsın gələn dəfə inşallah ki, Allah yanında kimin əhdi var, Allahın kimin kəlmə-i şəhadətindən, etiqadından xoşu gəlir. Əsas məsələ etiqaddır. Amma mömin olan şəxs Allahın etiqadını xoşladığı şəxslərin hamısına şamil deyə yox. Peyğəmbər sallallahu bir hədisi var. İbn-i Macə Sünən kitabında 2-ci cilddə 1441-ci səhifədə Həzrəti Peyğəmbər sallallahu dilindən buyurur ki, İddəxərtu şəfaəti, şəfaətimi, vasitəsiliyimi zəxirə eləmişəm, yığmışam ambara, qiyamət gününə saxlamışam, ehtiyat saxlamışam. Kimin üçün? Li-əhlil kəbairi min ümməti. Ümmətimin böyük günahlar eləyənləri üçün. O möminlər ki, böyük günahlar eləyirlər. Niyə böyük günahlar? Kiçik günahlar nə olur? Oxuyacaq inşallah onun ayəsini gələn dəfə ki, kiçik günahları Allah Teala bağışlayır. Buyurur ki, "Əllezîne yestənibûne kabârel ism." Təxminən belə ayədir ki, kim Allah Teala'nın huzurunda Allahın böyük günahlarından çəkinsə, nukaffir anhu seyyiatih. Onun kiçik günahların üstünü örtəcək. Elə biz eləməyib günahları. Bəli, Allah Teala rəhmət üzərində qurub dünyanı. Möminlərin rəhməti yoxdur ki, Allahın huzurunda insaf eləməyib günah eləyirik. Allah Teala deyir, o balaca günahlar ki var, onları bağışladım sizə. Sonumuzu böyükləri eləməyin. Yaxşı, böyükləri elə belə qoymusan? Yox, tövbə qoyub, nə qoyub, nə qoyub. İndi deyir ki, Peyğəmbər buyurub ki, saxla qiyamət günü şəfaət edərsən, böyük günah eləyənlər üçün. Əlbəttə, haqqın nasdan ehtiyatlı olmaq lazım. Başqa bir məsələ var. Görürsən, şəfaət tövbəsiz də günahları bağışlayır ya yox. Bu da mühüm məsələdir. Allah Teala tövbə eləməyənləri də şəfaətə şamil eləyəcək ya yox. Şura surəsinin 25-ci ayəsində bir ayə var. Buyurur ki, Allah Teala diqqət edin, tövbəni qəbul edir və günahları bağışlayır. Tövbə özü günahları bağışlatdırandır. Ondan əlavə Allah Teala tövbəsiz filansız da qiyamət günü günahları bağışladır. İndi görəsən bu tövbəsiz, biz ki bu tövbəni dedik, şəfaəti dedik, özümüzə ümid verdik ki, maşallah nə qədər var, tövbə var, şəfaət var, nə var, get günah elə, olar belə. Yox, niyə olmaz inşallah gələn bəstə bunu davam edib deyərik ki, doğrudan da bunlar bizi günaha ümidvar eləyir, günaha cürətləndirir, ya rəhmətə ümidvar eləyir. İnşallah gələn bəhsə qalsın, görürəm ki, məndən başqa hamısı yatır, mən də danışdığımı elə yatmıram. Allah Teala bizi and veririk öz şəhidlərinin, öz yolunun davamçılarına, and veririk Kərbəla şəhidlərinə Allah Teala'nı. Allah bizi qiyamət günü şəfaətə nəsib eləsin. Yazırlar ki, bəzi insanlar elə şiddətli günahlar eləyirlər ki, onlara tövbə nəsib olmur. Mən bunu alimlərin birini eşitmişəm. Kərbəla hadisəsindən sonra deyirlər bir nəfər danışır bunu, gəldim Kəbəni ziyarət eləməyə, Beytullahul Həramı Məkkədə. Gördüm bir nəfər deyəsən dəli olub. Baxır Kəbənin pərdəsinə. Yalvara gedir, ilahi, bağışla məni, eləmərəm, tövbə eləmişəm, bağışla, əff elə. Yapışır Kəbənin pərdəsindən, ay Allah, əff elə, çığırır, bağırır. Birdən əlləri boşalır, buraxır Kəbənin pərdəsində, yox, sən mənə bağışlamayacaqsın. Yenə çəkilir, yenə qaçır, ilahi, bağışla məni, qurban olum, əff elə. Yenə də ümidsizləşdir, ilahi, sən məni bağışlamayacaqsın. Yaxınlaşdım, dedim ki, filan kəs, nə olub sənə? Niyə Allahın rəhmətindən belə ümitsizsən? Allah bütün günahları bağışlayır, Quranda ayəsi var. Dedi, yox, sən bilmirsən mən nə eləmişəm. Mən Hüseyin ibn Əlini öldürənlərəm Kərbəlada, mən öldürmüşəm, onlardan biri də mənə.
Tövbə də nəsib olmur heç. Bilir də nə boyda iş görüb. Sən durursan, İslam fəlsəfəsi deyir ki, insan imamın vasitəsilə Allahdan feyz alır, nəfəs alır. Mən, əstəğfirullah, İmam Hüseyndən güc alıram, gedib onun başını kəsirəm. Ki, desə ki, ilahi buna güc vermirəm və səlam. Şimr məlun. İmam Hüseyin ağanın özündən güc alıb qılıncı vururdu ağanın boğazına. Biz İmam-ı Zaman əleyhissalamdan güc alırıq, başlayırıq günah eləməyə. Ona xəyanət eləməyə. Odur ki, Allah Teala bizi o adamlardan eləməsin. Allah Teala bizə şəfaətə şamil olmaq müvəffəqiyyəti qismət eləsin. Allah Teala'nın and verir izzətinə, cəlalına, əzəmətinə, o andlara ki, o andlara görə duanı rədd eləməz Allah Teala. İmam-ı Zaman əleyhissalamın zuhurunda təcil qərar versin. Allah Teala'nın and verir o andlara ki, ona görə duaları rədd eləməz Allah. Bizi Kərbəla şəhidləri ilə məhşur eləsin inşallah. Allah Teala xəstələrimizə şəfa versin. Halal ruzimizə bərəkət versin. Halal elmimizə bərəkət versin. İmanımızı daha da möhkəmləndirsin. Niyyətimizi daha da xalis eləsin. Ölənlərimizi rəhmət eləsin. Çətin vəziyyətdə olanları çətinlikdən xilas eləsin. Allah Teala bizim dinimizdə, əqidəmizdə, Əhl-i Beyt sevməyimizdə bizə müsibət qismət eləməsin inşallah. Salavat Muhammed Ali Muhammed.